Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının az qala yarım əsr rəhbəri olmuş Səttar Mehbalıyev ötən il tarixə qovuşdu. AHİK özünün böyük biznes obyektinə çevirən Mehbalıyevdən edilən şikayətlərə sayı hesabı yox idi. Bütün bunlara baxmayaraq o özünü uzun illər qoruya bildi. Lakin son nəticə bir gün içində vəzifəsini itirdi və böyük bir sistem qısa müddətdə başqa bir nəzarət altına keçdi. Çünki dövlətin xalqın olanı sona dayı talamaq mümkün deyil və böyük pulların formalaşdığı AHİK sisteminə hüquqşünas İqtisadçı, həmçinin İqtisadiyyat Nazirinin müavini vəzifəsində çalışmış Sahib Məmmədov rəhbər gətirildi. Qısa müddətdə aparılan sürətli təbliğat məlumatlarının nəticəsi olaraq Mehbalıyevin əməllərinin daha təkrar olunmayacağı, bundan sonra hər şeyin AHİK üzvləri üçün gözəl olacağı açıq-aşkar masaya sərildi. İlk əvvəllər hər şey gözəl görünürdü. Hər şey məlumatlarda böyük təbliğatçı ordusunun əməyi nəticəsində parlaq başlanğıc idi. Dövlətin AHİK üzvlərinin ödəmələri nəticəsində toplanan külli miqdarda vəsaitlə ən müasir standartlara cavab verən, müasir avadanlıqlarla təmin olunan sanatoriyalar, müalicə mərkəzləri AHİK sədri Sahib Məmmədovun nəzarəti altında idarə olunmağa başladı. Əlbəttə, AHİK üzvləri illərdir əmək haqlarından pullar çıxılan şəxslər düşündü ki, bundan sonra rahat müalicə ala dincələ biləcəklər. Rəhbər dəyişikliyi fonunda AHİK-in nəzarətindəki Kurort Qapalı Səhmdar Cəmiyyətinin Səttardan qalan bütün adamları sürətlə işdən çıxarıldı. Bir adam belə qalmadı. Nəticədə bu müalicə mərkəzlərinə, sanatoriyalara nəzarət edən Kurort Qapalı Səhmdar Cəmiyyətinin rəhbəri postuna Naftalanan özəl spa otel sistemində çalışan Çingiz Hacıyev gətirildi. Və bu arada xüsusilə qeyd etmək lazımdır ki, Çingiz Hacıyev də bu posta əli boş gəlmədi. Özü ilə otel biznesində çalışan tanışlarını da gətirdi və onları yüksək vəzifələrə təyin etdi. Onlar bu vəzifələri idarə edə biləcək imkanlara malik idilərmi? Bu istiqamətdə əlimizdə olan faktlar araşdırma çərçivəsindədir. AHİK balansındakı Kurort Qapalı Səhmdar Cəmiyyətinin nəzarətində olan müalicə mərkəzləri, sanatoriyalar demək olar ki, tam təmir olunub. Bu işləri nə sədr Sahib Məmmədov öz şəxsi imkanları ilə əldə edib, nə də otel biznesindən gələn Çingiz Hacıyev. Bu sistem uzun müddətdir dövlətin apardığı siyasət nəticəsində qurulub və söz gedən şəxslər bu postlara, insanlara, AHİK üzvlərinə xidmət etmək üçün təyin olunublar. Qısası, bu müəssisələr onların şəxsi əmlaki, mülki deyil. Qeyd edək ki, Kurort Qapalı Səhmdar Cəmiyyətinin balansında Kurort Naftalan Sağlamlıq Mərkəzi, Fizioterapiya Mərkəzi, Buzovna Sanatoriyası, Günəşli Sanatoriyası, Sanatoriya Miras və digərləri fəaliyyət göstərir. İlkin olaraq Buzovna Fizioterapiya Mərkəzində baş verənlərə diqqət çəkək. Sosial şəbəkələrdə bu müalicə mərkəzində müalicə alan AHİK üzvlərinin yazdığı faktlarla diqqət çəkəndir və hər biri araşdırma mövzusu hesab olunmalıdır. Bu faktların bir hissəsi ilə bağlı aidiyyatı qurumlara artıq sorğuda göndərilib, nəticəsini gözləyirik. Belə ki, şikayətlərdə Buzovna Fizioterapiya Mərkəzinin rəhbərliyinin ciddi nəzarəti altında idarə olunduğu və bu mərkəzdə rəhbərlik bütün işçiləri nəzarətdə saxlamaqda ittiham olunur. Haqqını tələb edən işçilər ən yaxşı halda sürətli şəkildə işdən çıxarılır deyə iddiada səsləndirilir. Mərkəz filialının rəhbəri ixtisasca ginekoloq olan Nüşabə Əlişovadır. Nüşabə xanım ixtisasçı həkimdir və mərkəz filialının rəhbəri olmaqla yanaşı 2015-ci ilin fevral ayından hal-hazıradək Azərbaycan Tibb Universitetinin 2-ci Mamalıq Ginekologiya kafedrasında asistent vəzifəsində çalışır. 2014-cü ildən tibb üzrə fəlsəfə doktorudur. Nüşabə Əlişovanın maraqlı idarə etmə sisteminin olduğu qeyd olunur. Hər hansı bir məsələni dərhal Kurort Qapalı Səhmdar Cəmiyyətinin rəhbərliyinə yönəldir və özünü kənarda saxlamağa çalışır. Hansı ki, filialın baş həkimi məhz odur. İddia olunur ki, mərkəzdəki bütün nəzarət sistemi bir neçə nəfərin əlində cəmləşib. Bu şəxslər əsasən müalicə işi şöbəsinin müdürü Reyhanə Hüseynova, direktor müavini əsasən təsərrüfat işləri üzrə məsul şəxs İskəndər Həsənov, baş aşbaz Sahil Əliyev və mühafizə rəisi hesab olunan Rasim adlı şəxsdir. İlk öncə iddia olunur ki, Buzovna Fizioterapiya Mərkəzində vəzifələr AHİK sədri Sahib Məmmədov, Kurort Qapalı Səhmdar Cəmiyyətinin rəhbəri, Kurort naziri hesab edilən Çingiz Hacıyev və Buzovna Fizioterapiya Mərkəzi filialının rəhbəri Nüşabə Əlişova arasında bölüşdürülüb. İddialara görə mərkəzin idarə olunmasında bu şəxslərin adamı olmayan, onların əməllərinə şərik olmayan, baş üstə deməyən şəxslər ümumiyyətlə bu strukturda çalışa bilməz. Qurban adlı şəxsin adı Kurort Qapalı Səhmdar Cəmiyyətinin daxili nəzarət rəisi kimi qeyd olunur.
Buzovna fizioterapiya mərkəzinə Rasim adlı şəxsi mühafizə rəisi göndərib. Rasim filial direktoru Nüşabə Əlişovanın qohumudur deyə iddia olunur. Həmçinin Buzovna fizioterapiya mərkəzinin baş mühasibi Seydəli adlı şəxsin filial müdürü Nüşabə Əlişovanın balduzu oğlu olduğu iddia olunur. Mühasib kimi məsul vəzifə daşıyan bir şəxsin filial rəhbərinin qohumu olması ortaya olduqca maraqlı sualları çıxarır. Buzovna fizioterapiya mərkəzində ən vacib vəzifələrdən biri də filialın anbar müdürüdür ki, bu postu Zaur Əliyev tutur. İddialara görə Zaur Əliyev filial müdürü Nüşabə Əlişovanın yaxın rəfiqəsi, müalicə işi şöbəsinin müdürü, həkim Reyhanə Hüseynovanın yaxınıdır. Hətta qohumu olduğu iddia olunur. Reyhanə Hüseynovaya gəldikdə isə maraqlı nüanslar ortaya çıxır. Adından da göründüyü kimi Reyhanə Hüseynova müalicə işi şöbəsinin müdürüdür. Yəni mərkəzə müraciət edən hər kəs onun dəftərindən keçməlidir. İddia olunur ki, Reyhanə Hüseynova ixtisasca həkim deyil və onun adı sənədlərdə həkim olaraq qeyd olunur. Bu iddialara cavab vermək, faktı təsdiqləmək və ya inkar etmək haqqı isə artıq Reyhanə Hüseynovanın üzərinə düşür. Amma sosial şəbəkələrdə yayılan məlumatlarda iddia olunur ki, Reyhanə Hüseynova AHİK xətti ilə müalicə mərkəzində müalicə olunan şəxslərə həkimlərin əli ilə əlavə ödənişli prosedurlar yazdırır. Bu prosedurlar lazım olduğu olmadığı yazılır və insanlardan əlavə ödənişlər alınır. Bu ödənişlərdən gələn böyük faiz bonuslarının az faizi həkimə, böyük faizi isə Reyhanə Hüseynovaya və digərlərinə qalır. İddialara görə Reyhanə Hüseynova əmək haqqı və bonuslarla birlikdə aylıq ortalama 3-5 min manat maaş və bonus alır. Digər bir məsul vəzifəni isə baş aşbaz Sahil Əliyev tutur. İddia olunur ki, bu şəxs Kurort Qapalı Səhmdar Cəmiyyətinin rəhbəri Çingiz Hacıyevin yaxın adamıdır. Həmçinin sosial şəbəkələrdə də bu müəssisədə yeməklərin o qədər də keyfiyyətli olmadığı deyilir və bu da faktlarla araşdırmaya açıq olan bir mövzudur. Daha ciddi bir məqam. Filialda çalışan baş tip qardaşı Fuad Baxşıyevin filialda işçilərlə kobud rəftarı xüsusi diqqət çəkən faktlar kimi təqdim edilir. Eyni zamanda onun xanımının da kurortun balansında olan Abşeron sanatoriyasında baş tibb bacısı kimi çalışdığı qeyd olunur. Bu istiqamətdə qohumların bir qurumda çalışması məsələsi müzakirə mövzusu yarada bilər. Təbii ki, qanun bunu qadağan etmir, amma bu əsnada risk məqamları da var. Əgər təyinatlar qohumluq əsasında edilibsə, eyni rəhbərlik bu şəxsləri qoruyursa, maliyyə və ya kadr qərarlarına təsiri varsa, faktiki olaraq biri digərinə dolayı təsir edirsə, bu zaman məsələ müəyyən pozuntu kimi qiymətləndirilə bilər. Hər halda bu faktlar da araşdırma sayıla biləcək hallardır. İddialara görə Fuad Baxşıyev Kurort Qapalı Səhmdar Cəmiyyətinin rəhbəri Çingiz Hacıyevin dəstəyi ilə himayə edilir. Qeyd olunur ki, Fuad Baxşıyev işçiləri müqavilədə göstərilən saatlardan əlavə işləməyə vadar edir və bunun qanuni olduğunu iddia edir. AHİK üzvlərinin və işçilərin hüquqlarını qorumalı olan AHİK sədri Sahib Məmmədovun öz nəzarətində olan müəssisələrdə baş verən bu kimi hallara münasibəti olduqca maraqlıdır. Bu kontekstdə əsas sual belə olmalıdır. Səttar Mehbalıyevlə yeni AHİK rəhbəri Sahib Məmmədovun fərqi nədən ibarətdir? Fərqdən söz düşmüşkən, maraq doğuran digər məqam AHİK sədri Sahib Məmmədovun nəzarətində olan kurortun balansındakı dövlət müəssisələrində, sanatoriyalarda, rəhbər vəzifələrdə çalışan qohumların olub-olmadığı ilə bağlıdır. Sahib Məmmədovun Kurort Qapalı Səhmdar Cəmiyyətində Bilgəh Kardioloji Sanatoriyasında yüksək vəzifədə qohumları varmı? Bu barədə araşdırmalarımızı sizlərə təqdim edəcək, bizi izləməyə davam edin deyə bizim əsr azda yayımlanan məlumatda iddia olunur. Səsləndirilən iddialarla bağlı bütün maraqlı tərəflərin mövqeyini işıqlandırmağa hazırıq.